Deyirlər, bu oyun haqqımızdır. Onu qəlbən təsdiq elədiniz. Ayaqlarınız təsdiq elədi. Gəldiniz burada qulluqda durdunuz. Bura bir müqəddəs bir yerdir, ocaqdır. Bu şəhidin qəbri daim ziyarət olması bir yerdir. Məhəmməd Füzulini Allah rəhmət eləsin. Deyir, ey Füzuli, məskənim üçün Kərbəladır şeirimin hörməti hər yerdə vardır. Xəlq onun müştaqıdır. Nə dürdür, nə gümüşdür, nə mırvarıdır. Adi topraqdırsa mənim üçün hep Kərbəla toprağıdır. Yəni o yaşadığı zamanda imamın dəfn olunduğu torpağa çox müqəddəs bilmiş. Hətta vəsiyyət eləmişdi ki, mən ölsəm, məni onun ayağının altında dəfn edəcək. Yəni gəlib dayanmışıq burada, bu ocaq, bu yer, bu torpaq bizlər üçün həqiqətən də müqəddəsdir. Niyə? Çünki şəhidlərimizi biz imamın əshabından hesab edirik. Onun tərəfdarlarından hesab edirik. Bax, belə də dəyərləndirdik. Bu daşların altında bilirsiniz nə qədər saadətlərimiz yapdı. Bu vətən sağ-salamat olsun deyə, xalqımız sağ-salamat olsun deyə biz şəhidlərimiz canından, qanından keçdilər. Bugün burada rahat yanmaq üçün, bu şəhərdə rahat gedib gəlmək üçün, uşaqların rahat oxuması üçün. Bu əziyyətləri ona görə çəkdilər ki, onlar bilirdilər ki, vətən barəsində mən dünən də dedim ki, Abbas Sahəti Allah rəhmət eləsin deyir, ölərəm əldən əgər getsə vətən. Vətəni görürsünüz, 100 il bundan qabaq da belə dəyərləndiriblər. Amma bu 100 ildə ilk dəfə olaraq bizim qəhrəman şəhidlərimiz irəli getdilər Şuşaya, oradan da Xan kəndinə bayraq aldılar. Onlar doğrudan da qeyrətli oğullardı, cəsarətli oğullardı, rəşadətli oğullardı, izzətli oğullardı, şöhrətli oğullardı, məğrur oğullardı. Və hər şey nə desək bunlara yaraşır. Onlara hər cür tərifin nə qədər bacaracaq desək yerdə aldı. Allah şəhid ailələrdə, şəhid yaxınlardan səbirlər versin. Böyük bir işin öhdəsindən gəlir. Amma nəyin naminə ailədən bir nəfərin azalması. Buyurun, gəlin, gəlin. Allah razı olsun. Allah razı olsun. Allah razı olsun. Şu qardaşlarımız gülür. Bəli, qardaşlar, davam edirik bacılar söhbətimizi. İndi biraz fasilə oldu, ani bir fasilə. Yəni, elə bir yerdə dayanmışıq, elə bir şəxsin qəbrinin qarşısında, baş daşının yanında dayanmışıq ki, doğrudan da onun haqqı boynumuzda çoxdur. Niyə görə? Bir qəhrəmandır, ondan sonra döyüşlərdə iştirak edib. Qəhrəmanımız Şuşaya qədər gedilmiş qəhrəmandır. Bu ağır yolu keçib, bu çöllərdə, ondan sonra ac, susuz, ondan sonra yaş torpaq üstündə sürünərək vətən üçün bu qədər fədakarlıq edir. Elə bilirsiniz ki, asandır, bu 44 gün müddətində o səngərdə dayanmaq, qayaların yanında, orada, dağda, o soyuqda, şaxtada, yağışda tab eləmək. Mən o gün orada Ruhani idarəsində də demişdim bunu, dünən də demişəm bunu. Buradan bir neçə bənd var belə ki, onlar payızın soyuğunda, yağışında, qışın şaxtasında, qarında, vətənin aranında, dağında, qara palçığa bata-bata irəli getdilər. Üç rəngli bayrağın Şuşada dalğalanması üçün sürünüb yaş torpaq üstə məsum şəhidlər verdiyi sözə sadiq qalması üçün bükülüb bayraq üstə məsum şəhidlər. Onlar vətənin adını ucaq tuta-tuta irəli getdilər. Allah rəhmət eləsin deyək, Allah səbir versin. Əlbəttə ki, Azərbaycan evimizdir, yurdumuzdur, doğma divarlarımızdır. Hər bir adamın boynunda, çiynində yükdür ki, vətənin ağır günündə neyləsin, ona kömək eləsin.